Və başqa bir tərəfdən baxsaq, biz təxminən çox keçmişə getməyək, 90-cı illərə qədər hər bir zavod, fabrik, hər bir ali təhsil müəssisələri, hətta peşə məktəblərinin yataqxanaları var idi ki, insanların artıq ev problemi yox idi. Çalışdığı müəssisə onu yataqxanada evlə təmin edirdi. Daha bəlli bir zamandan sonra həmin müəssisənin sifarişi ilə tikilən binalardan ona bir dəfəlik ev verilir. Müəllimlər üçün binalar idi, mühəndislər üçün binalar. Bir bölgələrdə yaşayan bir az təminatlı ailənin övladı əgər şəhərdə, xüsusən də Bakıda təhsil alırsa, o ailələrin evinə əgər aylıq minimal gəlir gəlirsə, o tələbənin kirayə pulunu ödəməlidir, yol xərcini, təhsil xərcini və s. Burada nə baş verir? Xüsusən də tələbə yataqxanalarının sayının minimal olması səbəbindən həmin tələbə birinci, ikinci kursdan sonra məcburən artıq gedib digər sahədə işləyir, təhsilə sadəcə diplom kimi baxır və təhsilə ayıracaq vaxtı məcburən digər işə ayırır ki, yaşam xərclərini qarşılaya bilməsi üçün. Bu da, yəni bugünkü hər hansısa bir tələbə gələcəkdə bu ölkədə müxtəlif sahələrdə idarəci insanlar olacaq. Ona görə xüsusən də tələbə yataqxanaları inşa olmalıdır ki, bir tələbə ev problemi çəkməsin, ən yaxın məsafədə olsun. 2, kirayə qalan şəxslərin böyük bir hissəsi tələbələrdir. Yəni tələbələrin kirayə mənzilləri tələbatı minimallaşsa, ümumən kirayə mənzil bazarında da qiymətlər avtomatik enəcək.